İran mənə elə gəlir ki, bu mərhələdən sonra papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidir ki, niyə yanı başındakı, sərhədin o tayındakı Azərbaycan Respublikasında vətəndaşların böyük əksəriyyəti, hətta bəzən dövlət rəsmiləri belə İsrailə daha rəğbətlə yanaşır, İrana hər hansı rəğbətdən söhbət gedə bilməz. Bunun səbəbkarı kimdir? Bizikmi? Azərbaycan Respublikasıdırmı? Təbii ki, deyil. Bunun səbəbkarı İranı idarə edən Fars Molla rejimidir. Bax, bu Molla rejimi bundan sonra yaxşı-yaxşı düşünə bilər və onlara bu şans da tanınıb. Yəni, niyə belə olur? Ona görə ki, İsrail bir inkişaf etmiş dövlətdir. Təbiidir ki, yaxın qonşularıyla, bəziləri problemləri olsa da Azərbaycan Respublikası ilə heç bir problemi yoxdur. Üstəlik də bizim milli davamızda təkcə yəni bu Ermənistan-Azərbaycan münaqişəsini nəzərdə tutmuram. Ümumiyyətlə dünya çapında davamızda həmişə İsraili, Yahudiləri yanımızda görmüşük və arzu edərdik ki, əslinə qalanda bizim bu davamızda yanımızda bin-bir, bəzən də əhalisinin yarısı Türk olan İranı görək. Amma təəssüflər olsun ki, illər uzunu biz bunu görmədik. Biz xarici ölkələrdə etiraz aksiyaları təşkil edəndə, xarici ölkələrdə Azərbaycan diasporu bizim səsimizi dünyaya çatdırmaq istəyəndə davamlı şəkildə yanımızda Yahudilər olurdu. İsrailin nümayəndələri olurdu. Misal üçün biz bir dəfə də görmədik ki, İran İslam Respublikasını təmsil edən, yaxud da ki, İran vətəndaşı olaraq, yəni Farslardan söhbət gedir, kimsə gəlib yanımızda dursun. Əlbəttə bizim soydaşlarımız Türklər olub, amma bilirsiniz onlar da kimdir? Onlar da İrandakı rejimin sıxışdırıb ölkədən çıxardığı Türklərdir. Yəni məcburiyyətdən öz yurd yuvasını tərk edib xaricə getmiş Türklərdir. Görürsünüzmü? İndi müharibə gedir, bunlar durub Azərbaycana da hücum edirlər. Bu arada belə dinc durmurlar, bizə böhtan atırlar, şər atırlar. Və təbiidir ki, belə bir şəraitdə Azərbaycan Respublikası vətəndaşlarının, hətta dövlətin belə İrana rəğbət bəsləməsi mümkün deyil. Hələ o azmış kimi bugün gördünüz, yəqin siz də eşitdiniz ki, Fələstin belə İranı ittiham edən bir açıqlama yaydı. Halbuki İran iddia edir ki, güya Fələstini də İsraildən qoruyurmuş. Amma necə qoruyurmuş sanki? Fələstinin özü sənə qarşı artıq bir qınayan açıqlamayla çıxış edir. Deməli, problem İranı idarə edən Fars Molla rejimindədir. Ona görə də dərin düşünmələri vacibdir.